Macarıstan vlogu part 2. Part 1 üçün kanala keçid edə bilərsən. Qırmızı dindi. Gözlüyürük qırmızı tutarsın. O tərəflərdə çox qəşəng parklar var. Zaten görünür. Ləzzətli yerdir. Buranın birinci buranı gəzəcəyik. Daha sonra axot olsa keçib oraları da gəzmək olacaq. Amma bunu bugün gəzərəmmi bilmirəm. Amma belə çəkməyə fikrim var. Uşaqlar hal-hazırda indi Buda tərəfinə keçirik. İndi o birisi tərəfə keçirik. Bunlar iki tərəfdə demişdim zaten. Gözləyək. Uşaqlar, sadəcədən belə şəhəri göstərim. Sırf özümü tay görməyə ehtiyac yox deyə düşünürəm. Bir çəkməyim vaxtıdır. Görün nə şey parkdır. Güllü çiçəkli. Şezlonglar falan da var ki burada oturmağa. Qəribədir. Burada şezlong niyə olsun da? Aşırı belə göstərəcəyim xüsusi bir şey yoxdur, amma çox gözəl bir parkdır. Yəni gəlib burada qəşəng piknik eləmək olar, nə bilim, oturmaq olar. Qəşəng də iyisi var buranın, ləzzət elədi. İndi qabaqlarda başqa şeylər olanda oralarda göstərəcəm. Uşaqlar, hal-hazırda Buda tərəfindəyik. Mən genel izlənimlərimi istəyirəm verim. Bu Buda tərəfini mən daha çox sevdim. Elə bil o bir tərəf daha çox belə turist yönümlü bir yerdir. Amma bu tərəfi daha çox mən Çexiyaya oxşatdım. Biraz da daha yerli xalqın olduğu, daha çox olduğu bir yer kimi gözümdə canlandı. Mən daha çox xoşladım. Yaşlılığı falan da çoxdur, parkları çoxdur. Ona görə mənə bu tərəflər daha çox ləzzət elədi. Bura baxın, çox qəşəng deyil. Elə bil hansısa nağıldan zatdan fırlayıb. Mən Budaya aşıq oldum deyəsən. Çox qəşəngdir, əməlli ləzzət elədi mənə. Bundan sonra olacaq yerlərin hamısının bir-birinə oxşayacağını düşünürəm. Ona görə video çəkməyi hələlik dayandıracağam. Fərqli bir şeylər görsəm, onda çəkəcəm. Fərqli bir şeylər görməsəm, hər halda axşam bu videonun sonluğunu qoyaram. Gəzmədiyim bəzi yerlər var. Oranı da digər videoda, digər partda görə bilərsiniz. Boyda yol çıxdıq. Buradakı Castle-ı görməyə güya. O Castle-dakı hələ çıxmır qabağımıza. Əslində buralar maraqlıydı. Prosta indi yadımdan çıxıb çəkmək. Beynimdə bitirmişdim çəkilişi. Amma baxın, oha çatdıq axır ki. Deyə ora. Çıxmalıyıq. Görək nə olur. Çatdıq. Biraz qalıb. Biraz dincələ indi çıxarıq. Milyar tane adam var. Bunlar da işte görsəm. Neyse. Mən yuxarı çıxanda bir dənə video çəkəcəm. Al kırdım. Al. Yavaş yürüyək bu qalaya da girək. Sonra videonu hər halda ki yekunlaşdıraram. Bu reyhana oxşayır. Bu ağacın yarpaqlarına bax. Burada da bir patika yolu var. Qəribədir. Oyda. Gəldik deyəsən. Axır ki əsas məsələyə. Işıqlı düşür, bilirəm. Amma göstərməyə çalışacağım. Bacardığım qədər də göstərəcəm. Çox qəşəngdir. Ay bunlar buradan ötər çıx. Ha, buradan. Burada çıxlası çox yer var. Bir ora çıxma olur, bir ora çıxma olur. Bir də ki buralarda fıram. Orada da, orada yox. Buradan çıxırsan. İşte buralarda belə fıranaq. Görək nə olur. Buradan yerin altına girmək də olurmuş. Souvenir shop. Prosta burada baha olar, Oyda, bu uzandıqca uzanır, bu. Oyda, mənzər. Bunu nəsə uçur orada. Uşaqlar, bura baxın. Bu yuxarısında çıxacam indi birazdan. Çox qəşəng mənzərədir. Bu da şeydir, bu bayaq yanında olduğumuz o neydi, yenə adı yadımdan çıxdı, ekran yazır. Ləzzətli görsənir. Deməli, bu mənzərə ilə videonu sonlandırmaq istəyirəm. Deməli, video çox uzun oldu. Bu ya 2 part olacaq, ya 1 part olacaq, ya da ki bundan əlavə getməli yerlər də var. Bilmirəm indi, mən axırıncı 1-2 gün də
Budapeştə geri qayıda bilərəm. Əgər getsəm həmin yerlərə böyük ehtimal çəkəcəm. Bu video 2 ya da 3 partlı olacaq cəmi. Çalışdım 2 partlı olsun, çox olmasın. İndi baxarıq da görək necə olur. Hələlik sağ ol deyirəm. Abunə olmağı unutmayın kanala. Yorumlarda yazın. Burada getmədiyim nə yer qaldı, nə eləmədiyim bir şeylər qaldı. Gedin Instagramda da Reels'lar çəkəcəm bunlarla bağlı. Onlara da baxa bilərsiniz. Dəstək etməyi unutmayın. Sağ olun.